Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıcı, publisist və tarixi romanlar müəllifi Cəlal Bərgüşadın anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi bədii tədbir keçirilib. Tədbirdə tanınmış şair və yazıçılar, elm və mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət nümayəndələri və yazıcının ailə üzvləri iştirak ediblər. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq Cəlal Bərgüşadın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, milli dəyərlərin qorunmasında rolu və tarixi mövzulara yanaşmasından danışıb. Tədbirin təşkilatçısı olan İz mədəniyyətinin inkişafına dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova isə yazıçının mədəni irsimizdə qoyduğu izlərdən bəhs edib. Tədbirin aparıcısı Əsəd Cahangir yazıçının yaradıcılığına nəzər salaraq onun bədii irsinin məzmun və forma baxımından zənginliyini vurğulayıb. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, xalq şairi Ramiz Rövşən, əməkdar müəllim Ofeliya Babayeva və digər natiqlər Cəlal Bərgüşadın müxtəlif sahələrdəki fəaliyyəti barədə məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Cəlal Bərgüşad 1924-cü il iyunun 22-sində Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsinin jurnalistika şöbəsini bitirib. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində böyük redaktor vəzifəsində çalışıb. Onun ssenarisi əsasında Çoban Boran, Göy Göl, Suren Adamyan, Torpağın ətri, Çinar yarpağı televiziya filmləri çəkilib. Babək əsəri Tehranda, Qaçaq Nəbi İstanbulda kütləvi tirajla çap olunub. Xidmətlərinə görə 1-ci dərəcəli 2-ci Dünya Müharibəsi ordeni və medallarla təltif edilib. 1996-cı il iyulun 9-da vəfat edib. Yazıçının həyat yoldaşı Sayad Cavadzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Gün mənim üçün həm həyəcanlı, həm də çox dəyərli gündür. Çünki yazıçı Cəlal Bərgüşadın 100 illiyidir və bu 100 illiyin təşkilində, bu tədbirdə iştirak edən bütün tədbir iştirakçılarına, başda olmaqla Anar müəllimə, Elmlər Akademiyasının işçilərinə, Qubadlı əhalisinə, bütün gələn hər bir qonağa dərin təşəkkürümü bildirəm ki, bu dəyərli gündə gəlib bizim Cəlal müəllimin ruhunu şadlandırırlar. Bir həyat yoldaşı kimi bir daha onlara hamısına təşəkkür edirəm. Yubiley tədbiri Cəlal Bərgüşadın irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıyıb.